Herkese namusla kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoda karşınızdayım. Video içerisinde hemen kanalı istedim. Abone olabilirsiniz. Videomu beğendiyseniz like edebilirsiniz. Hem için dostlar Telegram kanalımı servisinizi gözlerim. Burada serimler ve kripto valyutalar hakkında haberler, şəxsi analizlərimi, alış-satış səviyyələri və şəxsi alışlarımı paylaşıram və müzakirə qrupunda bunları müzakirə edirik. Hər birinizi gözləyirəm. Müzakirə qrupunda suallar verə bilərsiniz. Digər yoldaşlarla investisiyalarınız barəsində deməli, söhbətlər apara bilərsiniz. Həmçinin mənə də suallar verə bilərsiniz. Gəlin videoya keçək. Bugünkü videoda dostlar sizlərlə bərabər hal-hazırdakı səhm bazarında fürsətləri necə dəyərləndirməliyik bu haqda danışacağım. Yəni ki, hal-hazırda hansı fürsətlər var səhm bazarında, ABŞ səhm bazarında və biz bunu necə dəyərləndirməliyik? İlk öncə dostlar bildiyiniz üzərinə bir çox şirkət səhmində maliyyə hesabatları açıqlandı və açıqlanmaya da davam edir bəzi şirkətlərdə. Gördüyünüz kimi Sandex, Figma, sonra SpaceX, AB Technology, yəni bunların bəzilərinə mən də yatırım etmişəm və kanalımdakı digər üzvlər də yatırım edib, Tayco Enerji və s. Yəni bu səhmlərdən necə istifadə edək, bu maliyyə hesabatlarından sonra bu bazara necə baxmalıyıq, bu haqda danışacağım. İlk öncə dostlar, sizlərə deyim, bir çox səhm açıqlanandan sonra, maliyyə hesabatları açıqlanandan sonra səhmlərin dəyəri düşdü. Niyə düşdü? Çünki əksəriyyəti əslində bir kar satışına getdi. Yəni bir necə deyərlər, gəlir satışı etdi və nəticədə öz gəlirlərini götürdülər səhmlərdən. Bu normal bir şeydir. Məsəl üçün, güncəl ildə Sandex 415% artıb. Niyə də kar satışı etməsinlər, qazanc satışı etməsinlər və yaxud Mikron Texnoloji və bəziləri də hesabatları gözləyirdi ki, bəlkə hesabatlarda daha yüksəyə qalxar və daha yaxşı, daha çox qazanc qazanarlar. Gördüyünüz kimi Mikron Technology də güncəl ildə 198%, Marvel Technology, ARM şirkətləri 200%-dən çox qazanc veriblər güncəl ildə. Bu möhtəşəm nəticədir. Buna görə də deməli bu şirkət səhmlərində düşüşlər oldu maliyyə hesabatından sonra. Məsəl üçün, Acem Research-ün özü də mən yatırım etmişdim bu şirkətə. 92% gəlir qazandırıb. Möhtəşəm nəticədir. Sözüm bundadır ki, necə bu fürsətləri tapmalıyıq? İlk öncə dostlar, hal-hazırda məsəl üçün bazarda bəzi səhmlər var ki, daha bir çox səhmlər var ki, yəni gözlənilən performansı verməyib. Məsəl üçün SpaceX düzdür, bazara yeni daxil olub, amma ki, bundan əvvəlki videoda da dediyim kimi, hal-hazırda demək olar öz alış yerini tapıb bu şirkət səhmi və hesabatdan sonra da yaxşı bir düşüş yaşadı. Yəni tam alış yerlərindədir demək olar. Yatırım tövsiyəsi deyil dediklərimin heç biri. Lakin alış etmək hardasa mümkündür bu səviyyələrdə. Bundan əvvəlkində, yəni 108-106 dollarlardan daha yaxşı olardı alış və nəticədə indi qazancda olardınız. Lakin hal-hazırda da gecdir. Məsəl üçün başqa şirkətlərimizdən var. Hansılar var məsəl üçün? Misal üçün, Ondas. Bundan əvvəl də dedim. Eyni səhmləri təkrarlamaq istəmirəm, əvvəlki videolarda baxmısınızsa. Ona görə də demədiyim, yəni səhmlərdən keçəcəm. Məsələn, Luno şirkət səhmi çox düşmüşdü. Yəni baxın, 11 dollarlara qədər düşmüşdü. 15-ə qalxdı. Yəni 5 gündə 17% gəlib möhtəşəm nəticədir. Tayco Enerji şirkət səhmi dostlar, hesabatı pis gəldi. Hardasa pis gəldi. Gələcək hədəfləri düşdü. Lakin mən bu fürsətdən hardasa istifadə etdim. Yəni bu məcburiyyəti gördüm özümdə. Niyə? Çünki bu şirkətin gələcək təxminləri yüksəkdir. Yəni ki, plusdakı cəmi 40 milyon, yəni çox az bazarda səhmi var. Və ümumi mənfəətə, yəni xalis gəlirə baxanda da xalis gəlirini yaxşılaşdırıb. Düzdür, gəlirləri aşağı düşüb gördüyünüz üzərinə. Lakin inventardakı deməli məhsulların sayını azaldıb, yəni satışlarını artırıb, bundan sonra xalis mənfəətini, xalis gəlirini yaxşılaşdırıb. Plusdakı satışlarında da bir azalma yoxdur, lakin gələcək ödəmələr gözləyir. Yəni hardasa bunlara görə hesabatda gəlirlərini tam açıqlaya bilmədi və mən bundan istifadə edib $1 4 sent ortalama ilə bu şirkəti aldım. Bu iki şirkət səhmini daha doğrusu. Sonra hansı şirkətlərimiz var məsəl üçün? Məsələn, Blade Holding var ki, bu hardasa pensiya aid olan bir şirkətdir dostlar. Deməli bu şirkət səhmi almışdım mən bunu $1 civarlarından, sonradan düşmüşdü 77 sentə və yenidən $1 bərpa elədi. Yəni demək olar güclü şirkətlər dostlar əvvəlki səviyyələrə qayıda bilirlər. Məsələn, mən Figma şirkətini deyirdim Telegramda, həm bir qrupda, həm öz əsas qrupumuzda da
bu şirkət səhmi çox ucuzdur, almaq lazımdır və s. və ilaxı. Nəticədə nə oldu? 6 ayda $27 qalxdı $17-dan və nəticədə 60%-dən bir az çox gəlir verdi. Möhtəşəm nəticədir. Və bu gəliri 6 ayda vermədi, 1 ayda verdi. Hətta 1 aydan biraz qısa müddət. Yəni möhtəşəm qazanclar verdi əslində ABŞ şirkət səhmdə. Məsələn, ZZ Keller şirkəti var idi ki, nə oldu? Məsələn, güncəl ildə 28 saat, amma bu şirkətə mən hardasa $130 giriş etmişdim, hal-hazırda $160. Yəni təxmini 30% yaxın bundan da gəlir qazanmışıq. Yəni bu əvvəlki gəlirlərdə hal-hazırda hansılar var? Məsəl üçün, hal-hazırda sizlərə nələri göstərə bilərəm? Məsəl üçün, Upstart hələ də öz performansını göstərməyən şirkətlərdən. Bunu dəyərləndirmək olar. Hesabatda çox yaxşı gəldi. Sonra hansı şirkət səhmlərimiz var? Məsəl üçün, buradan göstərim. Məsələn, Sonun hesabatı möhtəşəm gəldi. Sonu dəyərləndirmək olar. Hal-hazırda çox ucuzdur. Sonradan gəlin biraz aşağı düşək. Məsəl üçün, bir neçə səhmimiz daha var. ServiceNow, bəli, ServiceNow şirkətimiz var ki, şirkət 6 ayda 15% dəyər qazanıb. Yəni möhtəşəmdir və bu artımın davam edəcəyini gözləyirəm hardasa. Gəlin ümumi ABŞ bazarından baxaq. Digər heç tanıtmadığım şirkətlər, düzdür, tanıtmadığım şirkəti araşdırmaq lazımdır. Yəni o qədər asan deyil tanıtmadığım şirkətlərə yatırım etmək. Məsəl üçün, Nvidia-nın artımına davam edəcəyini düşünürəm. Amazonun hələ ucuz olduğunu, Intelin də ucuz olduğunu düşünürəm və Palantir, yəni Palantir kimi şirkətlər, məsəl üçün Oracle, Palantir kimi şirkətlər bu il yaxşı performans göstərə bilmədilər və yüksəlişlərinin davam edəcəyini düşünürəm. Məsəl üçün, nə mənada? Yəni Marvela baxanda, ARM-yə baxanda bu kimi şirkətlərin daha yaxşı performansı davam etdirəcəyini düşünürəm. Çünki göstərmir həqiqətən performanslar. Məsələn, gördüyünüz kimi 5 gündə 27% qalxıb. Niyə 5 gündə 27% qalxıb? Çünki çox ucuz idi. $120 qədər düşmüşdü və bu fürsəti dəyərləndirənlər 27% ciblərinə qoydular rahatca. Yəni ucuz şirkətlər var. Bu bazarı araşdırmaq lazımdır dostlar. Ucuz şirkətləri tapmaq üçün performansı, yəni bu performansa baxmaq üçün sadəcə güncəl ildə neçə faiz dəyər qazandığına baxmaq kifayətdir. Təbii olaraq baxmaq lazımdır ki, bu nəyə görə dəyər itirib? Yəni digər səhmlərə pul girişi olduğuna görəmi dəyər itirib, ya qazancları düşür, şirkət kiçilir, ya buna görə. Yəni biz ona baxmalıyıq ki, şirkət kiçilməsin, şirkət böyüsün, lakin performansı tam göstərə bilməsin. Niyə? Çünki pul başqa şirkətlərə giriş edir. Belə, bugünkü video bu qədər dostlar. Ümid edirəm maraqlı oldu. Gələcək videolarda görüşəndə sağ olun, salamat qalın.